8-ci gündə xoş gördük, əziz yurt həsrətlilər və yurtsevərlər. Ötən həftə baş verənlər də göstərdi ki, regionda mühüm proses gedir. Yəni, Azərbaycanın yaratdığı geosiyasi reallığın möhkəmləndirilməsi davam etdirilir və bəzi dövlətlər də buna maneçilik törətməyə çalışırlar. Bununla nəyi nəzərdə tuturam, bilirsinizmi? Azərbaycan prezidenti və Ermənistan baş nazirinə Əbu Dabidə Zayed İnsan Qardaşlığı mükafatının təqdim edilməsini və buna olan açıq yaxud da dolayı reaksiyaları. Cənab İlham Əliyevlə Nikol Paşinyana Zayed İnsan Qardaşlığı mükafatının məhz sülhlə bağlı razılığa gəldiklərinə görə verildiyini hər kəs bilsə də, yenə də sual yaranır. Yaxşı, bu regiondakı yeni geosiyasi reallığın möhkəmlənməsinə necə xidmət edir? Prezidentin rəsmi saytında həmin mükafatın təqdim edilməsindən bir gün qabaq Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri xüsusi təyinatlarının Əbu Dabidəki Sülh Qalxanı 2026 birgə əməliyyat taktiki təlimlərinin necə keçirildiyi və bu zaman nələrə diqqət yetirildiyi haqqında qısa bir video var. Bax, bu sualın cavabı elə həm də oradadır. İzləyək. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən Sülh Qalxanı 2026 birgə əməliyyat taktiki təlimində qanunsuz silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan, ixtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğın söndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır. Video qısadır, amma bu təlim dağlıq mühit, yaşayış ərazilərində təhlükəsizlik əməliyyatları, digər real senarilər üzrə aparıldı ki, bu da mühafizə, koordinasiyalı hərəkət, potensial birgə missiyalara hazırlaşma deməkdir və uzun müddətli əməkdaşlığa hesablanıb. Adından da göründüyü kimi, burada həm də sülhə qarşı təhdidlərin dəf edilməsindən söhbət gedir. Təhdidlər isə var və müxtəlif xarakterlidir. Burada terrorçu ünsürlərdən istifadə də, diversiyalarda, kiber hücumlarda istisna edilmir. Bəli, iki ölkə arasında hərbi əməkdaşlıq təkcə bir dəfəlik təlimlərlə məhdudlaşmır, bunun davamlı formatı yaranıb. İki ölkənin xüsusi təyinatları artıq bir-birinə bələddilər. Çünki sarsılmaz tərəfdaşlıq 2025 adlandırılan ilk birgə təlimlərini ötən il keçiriblər. Elə o vaxt birgə hərbi əməkdaşlıq komitəsi yaradıldı ki, bu da tərəflər arasında hərbi təlimlərin davamlı və sistematik xarakter alması üçün idi. Burada onu özəlliklə diqqətinizə çatdırmaq istərdim ki, Ərəb ölkələri içərisində ən güclü hərbi hava və hərbi hava hücumundan müdafiə qüvvələri olan dövlət məhz Birləşmiş Ərəb Əmirlikləridir. Onun hərbi aviasiya parkında 80-ə yaxın F-16 blok 60, 50-dən çox Miraj 2000-9 qırıcıları daxil olmaqla bütövlükdə 500-ə qədər digər təyyarə var. Bu ölkə hətta 50 F-35 təyyarəsi alma haqqında da Birləşmiş Ştatlarla anlaşma imzalayıb ki, onun reallaşdırılması gecikdirilsə də, yəqin gec-tez həmin təyyarələri də əldə edəcək. Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri ordusu sürətli lokal döyüşlər keçirməkdə yüksək ustalıq göstərməsi ilə fərqlənir. Xaricdə, Yəməndə, Əfqanistanda və bir sıra Afrika ölkələrində əməliyyatlar aparıb. Azərbaycanınki isə geniş miqyaslı quru döyüşlərində qələbə qazanmış, müdafiə yarma bacarığı ilə tanınan barmaqla sayılacaq qədər az ordulardan biridir. Yəni, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçılarının da izlədikləri bu təlimlərdə hər iki ölkənin hərbiçilərinin bir-birindən öyrənəcəkləri çox şey var. Hər iki ölkə öz hərbi sənayesini də uğurla böyüdür. Birləşmiş Ərəb Əmirliklərinin hərbi sənayesinin əsas sütunu, pilotsuz uçuş aparatları, ağıllı silahlar,
zirehli texnika və kiber müdafiə sahəsində 218 çeşiddə məhsul istehsal edən IGGI qrup ötən il 3 milyard dollarlıq ixrac müqaviləsi imzalayıb. Birləşmiş Ərəb Əmirliklərinin bu il üçün müdafiə büdcəsi təqribən 27 milyard dollardır. Ordusu say, hazırlıq və döyüş təcrübəsini uğurla əlaqələndirməyi bacardığına görə onu Kiçik Sparta da adlandırırlar. Bunları ona görə deyirəm ki, Birləşmiş Ərəb Əmirlikləri sıradan bir dövlət deyil. O, Ərəb ölkələri haqqında stereotipləri ilk darmadağın edənlərdəndir. 2025-ci il üzrə Chandler Good Government Index'də, yəni effektli dövlət idarəçiliyi indeksində Birləşmiş Ərəb Əmirlikləri 120 dövlət arasında 9-cu pilləyə yüksələrək top 10-luqdadır. 2025-ci ildə real ümumi daxili məhsulun 77%-dən çoxu qeyri-neft sektorunun payına düşüb. Yəni Birləşmiş Ərəb Əmirlikləri artıq sadəcə zəngin neft ölkəsi deyil, Ərəb dünyasının maliyyə, ticarət və texnoloji mərkəzi kimi çıxış edərək regionun yeni nizamını müəyyən edən əsas güclərdən biridir. Və 2025-ci ilin yekunlarına görə Birləşmiş Ərəb Əmirliklərinin nominal ümumi daxili məhsulu təxminən 569,1 milyard dollar təşkil edib. Daha doğrusu 569,1 milyard dollar təşkil edib. Əlbəttə ki, ABŞ və Böyük Britaniya ilə sıx əlaqədə olan İsrail əməkdaşlıq edən belə bir ərəb dövlətinin hər tərəfli strateji tərəfdaşımız olması bizim üçün çox önəmlidir və görünür ki, bu əlaqələr müttəfiqliklə də əvəzlənə bilər. Baxın, biz Birləşmiş Ərəb Əmirlikləri ilə 2024-cü ilin yanvarında strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu. Heç 2 il keçməmiş 2025-ci ilin sentyabrında isə Şuşada hər tərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında birgə bəyannamə imzaladıq. Yəni, çox qısa müddətdə strateji tərəfdaşlıq niyyəti bir çox baxımdan bir-birinə bənzəyən ölkələrimiz arasında hər tərəfli strateji tərəfdaşlığa çevrildi. Ona görə də bu əlaqələrin müttəfiqliklə əvəzlənməsi də gözləniləndir və bunu şərtləndirən səbəblər də var. Səbəblərə keçməmişdən əvvəl haqqında danışdığımız Zayed İnsan Qardaşlığı mükafatının nə anlam daşıdığına, bunun bəzilərinin başına niyə daş saldığına və təqdimat öncəsi nədən belə bir təlimin keçirilməsinə ehtiyac duyulduğuna qaydaq. Amma gəlin öncə təqdimat mərasimində Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə Ermənistan Baş Nazirinin çıxışlarından kiçik bir hissəyə nəzər salaq. Bugünkü mükafat mərasimi və hörmətli Hakimlər Komitəsi ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzun müddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafat mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında tarixi Vaşinqton samitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Biz dəyişə bilmədiklərimiz üzərinə yox, daha çox sülh və firavan içində yaşayan xalqlarımız naminə çalışmalıyıq. Bu asan yol deyil, çünki tərəflər arasında inamsızlıq, pessimizm, qəzəb və bəlkə də
nifrət var. Böyük sayda ailələr, əzləni itirən ailələr bunu görürlər. Bunların bir qismi bu hadisəni bəlkə də qəbul olunmaz bir hadisə kimi yanaşacaq. Ermənistan baş naziri düz deyir. Hər iki tərəfdə belə hisslər var və yəqin ki, azalması, yoxa çıxması yox, məhz azalması uzun vaxt aparacaq. Bizdə bu hisslər niyə var deyə soruşmur. Çünki elə bir xalq yoxdur ki, ona qarşı bu qədər vəhşilik edənlərə başqa cür yanaşsın. Maraqlıdır, bəs görəsən haylarda bizə qarşı qəzəb və nifrət nədən qaynaqlanır? Münaqişəni biz başlamışıq? Yox. Biz onlara qarşı ardıcıl etnik təmizləmə siyasəti yeritmişik? Yox. Biz torpaq iddiası irəli sürmüşük? Yox. Biz onların torpaqlarını işğal edib 300-dən artıq yaşayış məskənlərinin altını üstünə çevirmişik? Yox. Bəlkə biz orada Göyçə, Zəngəzur, Dərələyəz Respublikası yaratmaq istəmişik? Yox. Ermənistanın ortasında yerləşən Katayk adlandırdıkları bölgəyə soxularaq orada 1959-cu ildə adı dəyişdirilib Razdan qoyulan aşağı Axtada onların Qarabağın Xan Xocalısındakına bənzər soyqırımı törətmişik? Yenə yox. Bəs onda bizə qarşı bu nifrət niyə olmalıdır? Hay toplumuna elə gəlmirmi ki, bizə nifrət etməyə əvəzinə üzr istəməlidirlər? Əminəm ki, bu da olacaq. Hələlik isə daha önəmli olan regionda sülhün möhkəmləndirilməsidir ki, Zayed İnsan Qardaşlığı mükafatı da məhz buna xidmət edirdi. Bu mükafat haqqında birinci sonra deyim ki, təsis ediləndən bəri ilk dəfədir ki, tam təyinat üzrə verilir. Niyə belə deyirəm? Baxın, 2019-cu ildə təsis ediləndə bu mükafat elə həmin ilin fevralında Əbu Dabidə Papa Fransisk və Əl-Əsərin şeyxi Əhməd Ət-Tayyibin imzaladıkları insan qardaşlığı sənədinə əsaslanır. Yəni, bu dinlər arası barış sənədi idi. Düzdür, Azərbaycanla Ermənistan arasında münaqişə heç də dini zəmində baş verməmişdi. Burada təcavüzdən söhbət gedir. Amma özəlliklə də qərbdə buna həm də sivilizasiyalar arası qarşıdurma prizmasından yanaşıldığı heç də sir deyil. Ona görə də İslamın savaş yox, barış dini olduğunu özündə təcəssüm etdirən Zayed İnsan Qardaşlığı mükafatının Azərbaycan prezidentinə verilməsi tam yerindədir. O bunu həm də əməldə təsdiq edib. Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan bir ölkə gətirib sülhü bu regiona. İşğal altındakı torpaqlarında böyük dağıntılar, vəhşiliklər törədilməsinə baxmayaraq, bu müsəlman ölkəsi müharibədə qələbə çalsa da intiqam arxasınca getmədi. Bizə etdiklərini haylara yaşatmadı. Halbuki buna gücü də vardı, əsası da. Ancaq qalib Azərbaycan fərqli hərəkət etdi, böyüklük göstərdi, özü sülh təşəbbüsü irəli sürdü. Bax, bu mükafat birincisi həmən təşəbbüsə verilən qiymətdir. İkincisi, müharibəni bitirən tərəfin Qarabağ sonrası prosesləri intiqam yox, əməkdaşlıq müstəvisində daşıdığını təsdiqləyir. Yəni, Azərbaycanın regional sabitlik aktoru obrazını gücləndirir. Üçüncüsü, investorlar. İlk növbədə də Körfəz dövlətlərinin investorlar üçün bu bir növ zəmanət sertifikatı rolunu oynayır ki, münaqişə bitib, yenisi gözlənilmir. Ermənistan üçün isə açıq deməliyik ki, bu mükafat sən uduzsan da masada yox, masa arxasındasan anlamı daşıyır. Hay toplumuna sülh heç də zəiflik demək deyil, narrativi aşılayır və məğlubiyyət travmasını mümkün qədər yumuşaldır. İstərdik ki, qarşı tərəf bütün bunları düzgün dəyərləndirsin və doğru nəticə çıxarsın. Oturub düşünsünlər, Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimi zamanı. Öz video təbriklərini göndərən liderlərin arasında Ermənistanın xilaskar gözündə gördüyü ölkələrdən heç birinin təmsilçisi niyə yoxdur? Bu baxımdan ən çox canfəşanlıq edən
8 avqust Vaşinqton anlaşmasından sonra sözdə güya əldə olunan razılaşmanı dəstəklədiyini bildirən Fransanın parlamentinin aşağı palatası nədən məhz elə mükafat verilən gün iki ölkə arasında normallaşma prosesinə zərbə vurmaq məqsədi daşıyan növbəti qətnamə çıxardı. Hərbi cinayətlər törətməkdə və terrorçuluqda ittiham olunanların azadlığa buraxılmaları tələbi doğrudanmı humanist məqsədlərdən irəli gəlirdi? Bəs Zatolinlər nədən hazırda düşmən gözündə gördükləri Fransa parlamentindəkilərlə eyni narrativdən çıxış etməyə başladılar? Nə üçün Rusiyada güya hay kilsəsini müdafiə adı altında etiraz aksiyalarına da məhz bu mükafat verilən ərəfədə start verildi? Cənubi Qafqazda sülhün dayanıqlı olacağına şübhə yaratmaq üçünmü? Rusiyanın Xarici İşlər Naziri regiondakı mürəkkəb durumundan dəm vurur. Hindistan ordusunun baş qərargah rəisi Amil Çauxan da məhz fevralın 1-də Armavirlə Yesentukidə güya hay kilsəsinin müdafiə adı altında Nikol Paşinyanla komandasının əleyhinə təşkil edilən aksiyalara start verilən gün İrəvana təşrif gətirdi. Bilirsiniz niyə məhz fevralın 1-də? Çünki əslində Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimi həmin günə planlaşdırılmışdı. Yəqin regionda yaranmış bəlli gərginliklərlə bağlı vaxtı dəyişdirildi. Maraqlıdır ki, həmin təqdim etmə mərasimindən cəmsi bir gün sonra da Moskvada Ermənistanın səfirliyi qarşısında eyni mahiyyətli aksiya təkrarlandı. Özü də Ermənistan parlamentinin spikeri Alen Simonyan orada səfərdə olarkən. Gəlin onunla Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov arasındakı görüşdən bir hissəyə baxaq, sonra o etiraz aksiyaları ilə bağlı hayların ən çox izlənilən çıxışlarına sosial platformalarda baxanların ümumi sayının bəzən 1 milyonu keçdiyi Roman Bağdasaryanın nə dediyi ilə sizi tanış edəcək. Yeri gəlmişkən, o bizim də nəzərə almağımız gərəkən çox maraqlı məqamlara toxunur. Beləliklə, Simonyan, Lavrov görüşü. Видим, как непросто складывается ситуация на Южном Кавказе. Надеюсь, что те заделы, которые были согласованы в 2020-2022 годах на уровне президентов России, Азербайджана и премьер-министра Армении, по нашему убеждению, эти заделы сохраняют свою актуальность, прежде всего для того, чтобы решить все экономические, транспортные, логистические проблемы на Южном Кавказе. И от этих решений Армения должна выиграть существенно. Должны были бы сняты все преграды на пути нормального функционирования всего региона как единого целого. Мы накануне выборов. У вас начинается, по сути дела, уже предвыборная кампания по подготовке к парламентским выборам. И могу просто вас заверить, что когда звучат из-за границы сигналы о том, что кто-то собирается вмешиваться с явным намеком на Российскую Федерацию, и когда из Еревана адресуются призывы к Евросоюзу «помогите нам не допустить такого вмешательства», для нас это странно, и я нисколько не сомневаюсь, что ответственные политики в Ереване полностью отдают себе отчет в том, что эти заходы делаются с откровенно провокационными целями. Армения заинтересована в связях с Россией, и другого понимания в Армении нет. Одновременно, по понятным причинам, мы с первых дней после окончания войны пытались и пытаемся урегулировать ситуацию в нашем регионе. И по моей оценке у нас это неплохо получилось. И мы довольно-таки далеко, в хорошем смысле этого слова, с Азербайджаном уже зашли, и у нас уже намечается реальное подписание мирного договора, что для нас очень важно для нашего будущего. Но я не хочу, чтобы было такое понимание здесь, в России, что Армения пытается как-то
делать что-то против России, мы делать против России. Я хочу вас заверить, что думать, что с нами пройдет такая ситуация, или с нами, или против нас, у нас такого восприятия нет и не будет. В армянском обществе очень негативно реагируют на те заявления, которые звучат из Москвы. Açıq deyək ki, Ermənistan parlamentinin spikeri ilə Rusiyanın Xarici İşlər Naziri arasındakı bu görüş qətiyyən diplomatik danışıq təsiri bağışlamırdı. Arada müttəfiq, birgə tarix və s. qulağa xoş gələn sözlər işlədilsə də, belə bir təəssürat yaranırdı ki, Alen Simonyan Lavrovla görüşə danlanmaq üçün də yox, sonuncu xəbərdarlığa dəvət edilib. Diqqət etdinizsə, tərəflərdən heç biri başını qaldırıb, bir-birinin gözünə baxmadı. Bu qarşılıqlı inamsızlıq bəlkə də nifrət göstəricisidir. Və əgər Simonyanın Moskvaya bu gedişindən məqsəd ABŞ vitse-prezidentinin ölkəsinə səfəri bütövlükdə regionda yaranmış vəziyyətlə bağlı mümkün qədər Rusiyanın mövqeyini yumşaltmaq idisə, alınmadı. Amma onun, Lavrovun regionda heç də sadə vəziyyət yaranmadığı və 2020-2022-ci illərdə əldə olunan razılaşmalar çərçivəsində Cənubi Qafqazda iqtisadi, nəqliyyat, logistika problemlərinin həllini tapmasının aktuallığını qorub saxladığı haqda dediklərinə cavabı açığı mənim ürəyimdən oldu. Simonyanın oradakı atmosferdən doğan yarı həyəcanlı vəziyyətdə dediyi biz sözün yaxşı mənasında Azərbaycanla uzağa gedə bilmişik və artıq sülh müqaviləsinin imzalanması üçün real imkan var cümləsi qarşısındakı üçün əslində tərs şapalaq idi. O dolayısıyla deyirdi ki, sizin toxunduğunuz məsələlər həllini tapıb, regionda heç bir mürəkkəb vəziyyət yoxdur və Azərbaycanla əlaqələr yoluna qoyulur. Sülh müqaviləsi imzalanmağın bir addımlığındadır. Lavrovun ölkəsinin Ermənistandakı seçki prosesinə müdaxilə etməyə çalışması ilə bağlı deyilənləri təxribat adlandırması isə o qədər ağyalan idi ki, Simonyan bu haqda danışmağa belə ehtiyac duymadı. Çünki elə o Lavrovla görüşərkən Ermənistanın Moskvadakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasının özü çox şey deyirdi. Belə aksiyalarda bəli, məhz Ermənistanda keçiriləcək seçkiyə müdaxilə və regionda sülhə maneçilik törətmək üçündür. Aksiyanı Rusiyanın bəlli güc strukturlarının təşkil etdiyi gün kimi aydındır. Və burada hay kilsəsi ona görə müdafiə edilmir ki, ona qarşı hər hansı baskı var. Bu dəstək onunla bağlıdır ki, kilsənin başında duran Qarigin də, Qariginin Rusiya və Yeni Naxçıvan hay kilsəsinin patriarx ekzarxı və arxiyepiskopu, vəzifəsini tutan qardaşı Yezras da, Rusiyanın həmən strukturunun agentidirlər və onlar mərkəzdən dindarları seçkidə Paşinyanın rəqiblərinə səs verdirmək, Azərbaycanla sülhə qarşı çıxmalarını təmin etmək tapşırığı alıblar. Paşinyan özü də onun hakimiyyətdə qalmasında maraqlı dövlətlərin güc strukturlarda bunu gözəl bilirlər. Ona görə də Ermənistanda 4 arxiyepiskop və yepiskopun həbsinə, bir neçəsinin isə ölkədən çıxarılmalarına, qadağa qoyulmasına qərbdə heç bir reaksiya yoxdur. Bir sözlə, Rusiyada fevralın 1-də və 5-də güya hay kilsəsinə dəstək adı altında keçirilən aksiyalarda əsl məqsəd Ermənistanda vəziyyəti qarışdırmaq, Paşinyanı devirmək və əsas da regionda sülhün yaranmasına maneçilik törətməkdir. Aksiya gedənlərin özləri də bunun yaxşı fərqindədirlər. Ona görə də onların bir hissəsi işlərini, bizneslərini itirmək hədəsi ilə üzləşmələri səbəbindən ona qoşulublar. Amma ora könüllü qatılanlar da var. Az öncə haqqında danışdığımız və həmin təbəqəni çox yaxşı tanıyan erməni bloger Roman Bağdasaryanın
dediklərinə diqqət yetirək. Итак, в Ессентуках искренне митинговали против Армении, правительства Армении, но здесь мы должны понять вообще, кто те армяне России, которые готовы воевать против правительства, и они готовы это делать даже сами, чуть ли не сами тратить на это деньги. Конечно, без преувеличения, это карабахцы, это карабахские армяне, которых очень немало в России, которые Россию любят намного больше, чем Армению. Demək, öz dəstən Qarabağdan olan bu Bağdasaryan Rusiyadakı keçmiş yerlilərini iki kateqoriyaya bölür. Birinci kateqoriyadakıların haçansa Qarabağdan Bakıya köçmüş, ötən əsrin 90-cı illərinin əvvəlində isə Rusiya üst tutan soydaşları olduğunu bildirir. O deyir ki, birinci kateqoriyadan olanların Paşinyana nifrətlərinin səbəbi onun yeritdiyi siyasətin sonunda Rusların erməniləri sıxma boğmaya salmaları ilə nəticələnəcəyindən qorxmaları ilə bağlıdır. Yoxsa onları nə Ermənistan, nə də Paşinyan maraqlandırır. İkinci kateqoriyadan olan Qarabağ xalları haqda deyilənlərə isə daha diqqətlə qulaq asmanızı istərdim. Вторая категория карабахских армян, которые ненавидят Пашиняна и ненавидят армянское правительство. Вы знаете, до прихода Пашиняна к власти очень много раз даже послом Армении в России был уроженец Карабаха. Но вот представьте, насколько карабахский клан захватил Армению и армянский народ, что послом Армении в России был карабахец Олег Есаян. То есть Олег Есаян раньше был главой парламента Карабаха, и он был послом Армении в России. Что это означает? Это означает, что у всех чиновников Карабаха, вот начнем с чиновников, были потрясающие возможности в России. Почти у всех чиновников Карабаха родственники переехали в Россию, где купили заводы, купили гостиницы, купили земельные участки, открыли бизнес. То есть полуграмотные или безграмотные люди, там родственники Баку Саакяна, родственники Аркадия Гукасяна, родственники Муси, родственники всякой швали карабахской, да, из чиновничьей группы я имею в виду, они все имели, вот вы представляете, безграничные возможности в России. Что хотели, покупали, что хотели, делали, потому что консульство, посольство, все карабахцы. Теперь эти люди многое своровали в Карабахе, в Армении и перенесли свои богатства в Россию. Представьте для себя, да, что вот эта когорта карабахских армян, которая за счет карабахских чиновников вот там себе приобрела красивую жизнь, они чувствуют риск потерять вообще все, потому что Карабах они уже просрали о нем не думали, они все оттуда своровали, перебросили в Россию. Теперь в России им говорят: эй, идите сюда. Теперь вы здесь все потеряете, если ваш Пашинян не будет свергнут. И, конечно, мы должны четко понимать, что, я об этом много раз говорил, что в большинстве своем карабахские армяне никогда не любили Карабах, они не заботились о нем, они грабили его, похищали Карабах, да, все, что могли. И да, я извиняюсь перед всеми карабахскими армянами России, но я всегда говорил, и хочу сейчас тоже повторить, если бы я любил бы Карабах, то я последние 25 лет не жил бы в Москве. Я начну с себя, чтобы вот никого не обижать. Если бы я любил бы Карабах, я жил бы в Карабахе, а не в Москве. И то же самое все карабахские армяне России. Если бы они любили бы Карабах, они не жили бы в Ессентуках, в Ростове, в Москве, в Сургуте, Тюмени и так далее и тому подобное. Bax, buradan tam aydın olur ki, 30 il işğal altında olan torpaqlarımızdakı nə var söküb talayanların, özlərinin yaşadıkları kəndləri demirik, şəhərlərdə belə nədən hər şey Sovetlər dönəmində necə idisə elə də qalmışdı. Nədən orada 30 il müddətində daş üstə bir daş qoymayıblar? Çünki bütün taladıqlarını daşıyıb aparıblar. Ən çoxu da Rusiyaya. İndi də onu qoruyub saxlamağın əndişəsindədirlər. Ona görə də nəinki Paşinyanı, Ermənistanı belə ayaq altda salıb tapdamağa hazırdırlar. Bağdasaryanın bir açıqlamasından da belə görünür ki, Ermənistan rəhbərliyindəkilər də hazırda onlara ötən əsrdə düşmənlərlə əlbil olub yaşadıkları ölkəyə, yəni Osmanlıya xəyanət edən haylara necə yanaşılırdısa, o cür yanaşırlar. Baxaq. Мы на самом деле в Армении, я разговаривал последние дни с очень важными людьми, и то, что я сейчас скажу, это вас просто шокирует. Сейчас в Армении наблюдают, как армяне России готовы гадить собственной родине, и мы задаем себе вопрос. И вы, кстати, задайте себе вопрос. Вот задайте себе вопрос. Если сегодня армяне, образованные армяне, казалось бы, столько уже прочитали книг, образованные армяне, которые выходят в России на митинги против своей родины, что столько у нас предателей. А как себя вели армяне Османской Турции 120 лет назад, когда были более необразованные люди? То есть, если у нас столько предателей сегодня, казалось бы, образованных армян России,
Мы сегодня в Армении, вот эти 3-4 дня, это такой переворот для населения Армении. И с каждым днем население Армении лучше и лучше понимает, что оказывается 120 лет тому назад в Османской Турции, точно так, как армяне России сегодня предают свою родину, выступая на стороне России, оказывается, точно так партия Дашнак Цуцюн, да, и определенные армянские круги Турции вот так выступали против страны, где они жили, и поэтому произошла вот эта бойня армян. Вот что мы понимаем. Bugün Rusiyada sözdə kilsəyə dəstək adı altında Paşinyanı devirməyə səfərbər olunurlar. Əslində isə Ermənistanın boyunduruqdan, forpostluqdan qurtarmasına maneçilik törətməyə çalışan haylara necə yanaşdığını yəqin görürsünüz. En azından Bağdasaryanın ve onun bu yaxınlarda görüştüğü, öz təbirinizə desək, mühüm adamların, yani Ermənistanda hakimiyyətdə təmsil olunanların yanaşması belədir ki, Birinci Dünya Savaşı zamanı soydaşları en çox da Rusiyanın təhriki ilə yaşadıkları ölkəyə qarşı necə davranıblarsa, indi də yeni vətənlərinə, yəni Ermənistana qarşı o cür davranırlar. Biraz dərindən düşünsə görəcəyik ki, burada təkcə o xəyanətkarların Osmanlıda necə cəzalandırıldıqlarının artıq anlayışla qarşılandığından söhbət getmir. Həm də ondan söhbət gedir ki, en azından Bağdasaryanın görüşdüyü o mühüm adamlar Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin təşkil etdiyi ehtiraz aksiyasına könüllü qatılanları da o cür cəzalandırardılar. Yəqin həm də ona görə ki, əllərinə fürsət düşsə, onlar da Paşinyan və komandasındakilərlə çox amansızcasına haqq hesab çəkəsiydilər. Rusiya Federal Təhlükəsizlik Xidmətinin başqa bir agenti isə ötən həftə Azərbaycanın üzərinə qısqırdılmışdı. Söhbət Dumanın ən adios təmsilçilərindən birindən, hətta partiya yoldaşlarının belə çoxunun nifrət etdikləri Konstantin Zatulindən gedir. Yəni bu tip o qədər sürüşkən, pulgir və digər yaramazlıqları ilə tanınan birisidir ki, atasının uzun müddət Federal Təhlükəsizlik Xidmətində işləməsinə baxmayaraq, onu ora işə götürmək istəməmiş, sadəcə agent olaraq faydalanmağa üstünlük vermişdilər. Ötən həftə bax, bütün bu baş verənlər proqramın əvvəlində vurğuladığımız kimi Əbu Dabidəki mükafat təqdim etmə mərasiminin ondan bir gün qabaq Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin birgə keçirdikləri hərbi təlimin heç də sıradan bir hadisə olmadığının təsdiqidir. Bu, Cənab Prezidentin çıxışında da vurğulandığı kimi, ötən ilin iyulunda elə həmin şəhərdə əldə edilən razılaşma ilə başladılan prosesin, yəni sülhə keçidin qarşısının alınmazlığını ortaya qoyur. İndi bu prosesin elə bir mərhələsidir ki, Azərbaycan düşmən yaratmır, amma müttəfiqlərini artırır. Təhlükəsizliyi gücləndirir. Kiçik dövlətlərin bacaracaqları məsələ deyil bu. Ancaq öz çəkisini dərk edən dövlət belə reallıq yarada bilər. Azərbaycan Körfəz üçün Qafqazda əsas platforma, Mərkəzi Asiya ilə isə körpü rolunda çıxış edir və birgə təlimlər də göstərir ki, bu artıq geri dönməyən trayektoriyadır. Yəni, adıyla deməli olsaq, keçirilən təlimlər Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrinin investisiyalarını, limanları, enerji parklarını, logistika mərkəzlərini birgə qorumaq üçün reallaşdırılan hərbi əməkdaşlıqdır. Belə görünür ki, hər iki ölkənin xüsusi təyinatlarının davamlı birgə hazırlıqları təşkil ediləcək, mülki infrastrukturun qorunması üçün kiber təhlükəsizlik və dron əleyhinə müdafiə, hibrid təhdidlərə qarşı simulyasiya mərkəzləri yaradılacaq. Bu, hərbi əməkdaşlıq kiməsə qarşı yönəlməyib, amma hamıya mesajdır ki, Azərbaycan artıq işğalla yanaşı, əvvəlki asıllıqları da aradan qaldıran, çox kanallı təhlükəsizlik arxitekturasında yer alan bir dövlətdir. Bax, burada bu dövlətin qurucusunun ötən həftə internetdə qarşıma çıxan bir videosu vardı. Baxmayanları da ona baxmasını istərdim. Söhbət onun 1996-cı ilin martında Şuşa və Laçından olan soydaşlarımızla görüşdə toxunduğu bəzi mətləblərin yer aldığı videodan gedir.
Bunlar deyirlər ki, Laçınla Şuşa məsələsi Dağlıq Qarabağın statusu müzakirə olunan vaxtı müzakirə olunsun. Siz niyə razılıq vermirsiniz buna? Niyə inatkarlıq edirsiniz? Mənə deyirlər. Və bəziləri deyirlər ki, hətta bəlkə mən düz eləmirəm. Çünki inatkarlıq edirəm, bir haldakı bu məsələni mərhələ-mərhələ əldə etmək olar. Məsələ Ağdam rayonudur, Füzuli rayonudur, Cəbrayıldır, Zəngilandır, Qubadlıdır, Kəlbəcər. Bu rayonlar azad olacaq. Bu rayonlara oranın vətəndaşları, onların sakinləri qayıdacaq. Bunun özü müəyyən atmosfera yaradacaq. Onlar da deyirlər, Ermənistan tərəfi də deyir ki, bu müəyyən demək atmosfera yaradacaq, yəni bir-birinə inam artacaq, ziddiyyət aradan götürüləcək, filan olacaq, peşmekan olacaq. İkinci mərhələdə Dağlıq Qarabağa hansı status verilərsə, onda Laçınla Şuşa məsələdə müzakirə olacaq. Mən buna razı olmuram. İndi görün, Şuşa və Laçın nə qədər əhəmiyyətlidir və nə qədər əzizdir. Bu inatkarlığın əslində isə müdrikliyin, uzaq görənliyin arxasında hansı reallıqların durduğunu biz ancaq illər sonra tam dərk etdik. Bugün hər iki rayondan olan soydaşlarımız öz doğma yurtlarına dönüblər. Ulu Öndər Şuşalılar və Laçınlarla görüşdən hardasa 5 il sonra Ermənistandan deportasiya olunanlar qarşısında çıxış edərkən isə bunları demişdi. Dünyada her şey değişir ve 20. asrın sonu 21. asrın evvelkileri, ilkilleri bunu sübut edir ve bunu gösterir ki dünyada çok büyük değişiklikler gelir. Bəli, hiçbir şey bir yerde durmur. Hiçbir şey olduğu kimi qalmır. Ve ben inanıram, ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Azerbaycan halkının bəza-bəziyyəti onun xeyrinə değişecek. Ve mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınıza, bulaqlarınızı, çaylarını da görəcəksiniz. Görəsən Şuşalılarla Laçınlıların didərgin salındıqları şəhərlərinə, özü də əvvəlkindən qat-qat gözəl Şuşaya və Laçına dönəcəklərinə o zaman ümidləri vardımı? Yəqin ki, vardısa da bəlli səbəblərdən çox az idi. İndi necə? Ulu Öndərin Qərbi Azərbaycandakı yurt yerlərimizə dönəcəyimiz günün də gələcəyi haqda dediklərinə indi kimsə zərrə qədər şübhə edirmi? İnanmıram. Ona görə də sizə Sultan 4. Muradın 1635-ci fəthnaməsində İran və Turan məmləkətlərinin uzun suyu, yəni İsməti Şərəfi, Naxçıvan və Şirvanın qapıları, Azərbaycan mülkünün həsəd doğuran qalası adlandırılan İrəvanda görüşənədək deyirəm, əziz yurt həsədlilər, bizi yurdumuzdan çıxarsalar da, yurdumuzu bizdən çıxara bilməzlər. Tanrıya və yurda ismarlandıq.